Salam, hər vaxtınız xeyirli olsun. Dostlar, deməli, bu şəkildə gördüyünüz Bəsti Məmmədova bu ananı oğurlayıb aparıblar. Təbii ki, bunun başında duran bu alçaq, bu biqiriyyət, bu şəxsiyyətsiz İlham Əliyevdir. Onun arvadı Mehriban Əliyeva, Vilayət Eyvazov. Məhz Bəsti Məmmədovanı evindən oğratdıran bu alçaq, pozğun, fahişədən əmələ gələn İlham Əliyev, Mehriban Əliyeva, Vilayət Eyvazov, eşşək oğlu eşşək, şəxsiyyətsiz köpək oğlu oğraş Vilayət Eyvazov. Gör bunlar nə qədər qudurublarsa bu ölkədə. Da artıq da qoca, yaşlı, cavan, qadın, uşaq zad bilmirlər. Tapdalıb keçirlər. Bunları məni bəzən qınırsız, o birisi videomda baxıram ki, bəziləri yazırdı indi kommentariyada. Polislər zadı müdafiə edir. Güya polisdən həm yaxşı oğlan var. Qardaş, polisdə yaxşı oğlandan söhbət gedə bilməz. Yaxşı oğlan ümumiyyətcə İlham Əliyev kimi bir alçağın, bir biqiriyyətin, bir batil hakimiyyət qurub. Bir hakimiyyət demək, bir nə bilim, bir zalim bir cərgədir də, cəbhədir. Yəni sən zalimin cəbhəsində durmuşsan. Sən yaxşı oğlan olsan nə olacaq ki? Hə? Yaxşı kişi olanda nə olur ki? Sən özün durmuşsan düşmənin cəbhəsində. Bu millətin qanını içən, bu millətin anasını ağladan oğraşların cərgəsində durmuşsan. Cəbhəsində yer alırsan sən polis, sən DTX. Sən hardan yaxşı oğlansan? Bəyəm yaxşı oğlanın, yaxşı kişinin hərəkətidir bu. Gəlib orada deyirsiniz, polisdə nə bilim, yaxşı oğlanlar var. Nələr. Mən də sual edirəm ki, yaxşı kişinin hərəkətidir, əməl hərəkətidir bu. Hə? Bu yaxşı kişinin biri mən. Yəni mənim əməli hərəkətimə, mənim yaşayışıma, mənim ləyaqətimə, şərəfimə sığışan, məntiqə uyğun gələn bir şeydirmi ki, yəni mən gedəm düşmənin cəbhəsində yer alam, adına qoyum ki, əmir quluyam, nə bilim nəyəm, mənim günahım yoxdur, necə yəni sənin günahın yoxdur? Sən düşmənə xidmət edirsən, sən düşmənin cərgəsindəsən, sən özün polis deyirsən ki, mən əmir quluyam, demirsən qanunun quluyam, demirsən ədalətin quluyam, demirsən vətəndaşıma xidmət edirəm, xidmətin quluyam. Bunu demirsən sən. Sən deyirsən, əmir quluyam. Tutardı getdi deyirsən, deyirsən ki, düşmənə xidmət edirsən də. Mən sənə nə yaxşı oğlan deyəcəm, ay polis. Ay şərəfsiz it balaları it. Ay köpək uşaq oğraşlar. Ay anası arvadı fahişə polislər DTX. Ay oğraşlar. Hə? Bax, Bəsti Məmmədovanı oğurlayıb aparıblar. Neçə polis buna görə etiraz edir. Ki, bunlar millət sevirlər, vətən sevirlər. Təpənizə dəysin sizin millətə, vətən olan sevginiz. Neçə dənə polis etiraz edir buna? Ən azından işindən çıxsın ki, bu nə də belə? Eləyin də. Biz düşmənə qarşı savaşırıq, canımızı fəda veririk. Bu yolda həyatımızı qoymuşuq. Bu düşməni zəiflədək, nəfəsini kəsək, küncədirək, bunları devirək. Azərbaycanda ədalətli bir sistem qurulsun, bir hakimiyyət qurulsun, bir adam balası kimi yaşayaq. Siz gedib polislər öz cibinizdən pul verib nədir rüşvət? Pagon alıb taxırsınız, bura bizim adımızdan da yalandan and içirsiniz. And içirəm xalqıma xidmət edəcəyimi. Hanı bə xidmət? Bu nə cür xidmətdir ki, milyonlarla ölkədən cəmaat qaçır? Bu nə təhər xidmətdir? Demək ki, xidmət yoxdur da. Bu nə təhər xidmətdir ki, ölkədə haqsızlıq, ədalətsizlik gəlib bura yox, bura çıxıbdır. Ölkədə polis xidməti olsa, dövlət təhlükəsizlik xidməti olsa, bu qədər ədalətsizlik olarmı? Bəsti Məmmədova evindən oğurlanarmı? Qızı ilə bir yerdə. Qızını həbs ediblər, özünü də dəlixanaya salıblar. Ki, bu dəlidir, baş çatmır. Təsəvvür edirsiniz. Oğlunu öldürüblər, qanını pul verib batırıblar. Ana fəryad edir, oğlunun halal qanı üçün savaşır. Təzdən onu tüm içəri salırlar ki, dəlisən sən. Əlbəttə ki, sənin arvadın söyləyəcəm. Ay polis, ay DTX, ay rəislər. Ay nə bilim, Vilayət Eyvazov, İlham Əliyev, Kamran Əliyev. Ay əlbəttə ki, deyəcəm, arvadınızın ağzını itəliyim. Ay əlbəttə ki, deyəcəm, ananız, bacınız fahişədir. Ay əlbəttə ki, deyəcəm, sizi doğan ana deyil, fahişədir, qancıqdır. Əlbəttə ki, sizdən belə danışmaq lazımdır. Bu əməlin cavabı belədir də. İstəyir polis olsun, istəyir rəis olsun, istəyir DTX olsun, istəyir MTX, kim olur olsun. Bu əməlin cavabı, bax sizin elədiyiniz bu hərəkətin cavabı budur. Bundan artıq nə cavab verir, nə deyəcək ki? Başqa nə deyək, siz bu sözə layiqsiniz də. Siz öyrətmişsiniz də, siz gətirib bu yerə çıxartmışsınız da bizi. Siz bizi gətirib bu vəziyyətə çıxartmışsınız. Bu bəyaqlarım, nədir o, Sevinç Sadıqova, Fransada yaşayır. Əfqan Sadıqovun yoldaşı, həyat yoldaşı. Videosuna baxıram, fəryad edir. Azərbaycan qadınları qalıb yiyəsiz. Kül bizim millət başımıza. Bir tərəfdən də kül bizim millət başımıza. Xüsusən də elə bizə, kişilərə. Kül bizim kişi başımıza ki, biz sakit qalmışıq.
Zulüm qarşısında sakit qalıb növbəti zülmləri yol açırıq. Utanmadan da kişilikdən, ləyaqətdən danışırıq. Azərbaycan qadınları bu günləri mübarizə aparır, dirəniş göstərir, fəryad eləyir, tutulur, həbs olunur. Daş bizim başımıza düşüb, bizim kişi başımıza daş düşüb. Nə gündəyik ya biz? Nə gündəyik ya biz? Biz oturup bir özümüzlə danışmalıyıq bir kişilər olaraq. Azərbaycan kişilərinə səslənirəm. Əgər siz kişiliyiniz varsa, ləyaqətiniz varsa, bir özünüzlə danışmalısınız, nə baş verir belə? Mən nə tək kişiyəm ki, mən yox, mənim millətimin qadını meydanda fəryad edir. Mən də susmuşam. Doğrudan da mən kişiyəm, doğrudan da mən şərəfliyəm, doğrudan da mənim yaşayışım yaşayış deyiləm, özümü tanıyan oğlanam. Doğrudan da belədir. Özünüzdən danışın. Özünüzdən danışın, bir qiriyyətiniz olsun, bir şərəfiniz olsun, bir ləyaqətiniz olsun, kişiliyiniz olsun, adamlığınız olsun, vicdanınız olsun. Bəsdirin də artıq yeter bu qədər zülmün, zillətin, biabırçılığın qarşısında sustunuz. Bəsdi Məmmədovanın 70-80 yaşındakı qoca nənəni evindən oğruyub aparlar. Bu Azərbaycan kişisinin qeyrətinə tüpürmək deməkdir, namusuna tüpürmək deməkdir. Bu milləti alçatmaq, bu milləti təhqir eləmək deməkdir. Biz bunun qarşısında duruş gətirməliyik. Nə vaxt kimi davam eləyəcək bu susqunluq? Kişi də bu qədər zülmə susar. Hə? Namusda da bu qədər zülmə susar, biabırçılığa susar. Susqunluq razılıq əlaməti deyil. Bu nə təhər olur ki, sən özünü yaxşı, nədir, deyirsən yaşayışımı tanıyıram, yaşayışımı bilən oğlanam, bilən kişiyim. Ay qardaş, hardan bilirsən, sən yaşayışında, yaşadığın həyatda, məmləkətində, torpaqlarında qadınlar fəryad eləyir. Sən də sakit qalmışsan. Sənin yaşayışın düz olması budur. O hər vaxtda boypuxun verirsiniz. Yaşayışımı bilirəm, özümü tanıyıram. Hardan tanıyırsan, ay qardaş? Hardan sən yaşayışını bilirsən? Sənin yaşayışın içərisində haqsızlıq var, ədalətsizlik var, özbaşınalıq var, batil at oynadır. Sən də sakit qalmışsan. Budur sənin yaşayışın, budur sənin kişiliyin. Hamımıza aiddir, hamımıza. Olmaz belə qardaş, biabırçılıq deyil də. Adam utanır buna da. Azərbaycan qadınlar fəryad edir, bilət. Zülüm qarşısında dirəniş göstərir. Azərbaycan kişiləri sakit qalır. Kimə deyirsən dədəsini bəhanə gətirir, işini bəhanə gətirir, anasını bəhanə gətirir. Qardaş, məndən artıq oğlansan sən. Mən qurban veririm, sən də verməlisən. Bu vətən sənindir, mənimdir, hamımızın. Sən də canını fəda verməlisən. Sən də nəyinsə qurban verməlisən. Məndən artıq kişi deyilsən ki sən. Bəyəm sən hazıra nazir olan kişilərdənsən. Sən əziyyət çəkmək istəmirsən sən. Anlamadım mən. Bəlkə sən anan, dədən, bacın, qardaşın üzr istəyirəm. Bəlkə sənin anan, bacın, qardaşın, dədən, özün məndən artıqsız, mənim anamdan artıqdır, mənim dədəmdən artıqdır, qardaşımdan, nəyimizdən artıqsız, qardaşım? Hamının bu məmləkət hamımızındır. Hamının bir vəzifəsi var bu məmləkətlə bağlı. Daşınmalı bir vəzifəsi var, onu daşımalısan. Yalandan vətən sevirəm, millət sevirəm, nə iş düzəlmir? Millətimi o qədər sevirəm. Hardan sevirsən, millətinə zülüm eləyirlər, səsin çıxmır. Belə sevgi olur. Hə? Belə vətən sevirlər, belə millət sevirlər. Ona görə də özümüzü düzəltməliyik bir millət olaraq. İlk öncə düşüncələrimizə qarşı, bayaq dediyimi oturup düşünməliyik, özümüzlə danışmalıyıq. Özümüzlə danışmalıyıq ki, bu nədir belə, bu nə rəzalətdir bu belə. Qarası kimi, siqan kimi ölkənin, xalqın yarısı tökülüb, nədir, çöllərə, xaricə, yarısı daxildə. Bu nədir belə, nə gündəyik? Bu nə millət ya biz? 10 milyonluq xalqıq zəlil günə qoyublar bizi. Yeter da bu qədər susqunluq nəyə lazımdır? Susqunluq bu rejimə xidmət eləməkdir, susqunluq bu rejimə şərait yaratmaqdır. Yeter da bu şəraiti yarattınız, yeter da bu rejimə xidmət elədiniz. Bəsdirin də bir kişiliyiniz olsun da, bir Allahınız, vicdanınız olsun. Nə qədər bu alçaqların qarşısında susasınız? Bugün Bəsti Məmmədovaya da o haqsızlıq, sabah da siz eləyəcəklər. Bəyəm İlham Əliyevin bu batil sistemi, bu şər yuvası, elə bilirsiniz ki, bir dənə Bəsti Məmmədovun oğlunu eləyiblər, özünü eləyiblər. Sabah da sən olacaq da. Bəsti Məmmədov da sizin kimi düşünür də vaxtında oğlunu öldürülməmişdən qabaq. Bu Bəsti Məmmədov şəkildə. Bu nənə vaxtında da susmuşdu sizin kimi. O da elə başa düşürdü ki, əgər sakit qalacaq heç də olmaz, nə olur? Gəldilər oğlunu öldürdülər, qanını da batırdılar. Pul verib batırdılar. İndi ana fəryad edir, gəlib fəryad elədiyi üçün, haqqı dediyi üçün, dirəniş göstərdiyi üçün, mücadilə etdiyi üçün evindən oğruyub aparırlar. Bugün Bəsti nəniyədir, sabah da sənə.
Ay milletin kişiler, sabah sen analarınız sizin analarınızı evden uğrayacaklar. Arvatlarınızı evden uğrayacaklar. Vallahi eləyəcəklər bunu. Ayılın, oyanın. Bir özünüze çəki düzen verin. Bir kişiliğiniz olsun, bir ağlınız olsun, bir oturun özünüze danışın. Ne milleti, ne cemiyeti ya biz. Ya bizim şərəfimiz, adımız var, bir kişiliğimiz var bizim. Ha bir danışın da özünüzden. Bir düşüncelerinize bir reglovka verin de. Ne vaxta kimi biz heyvan kimi qarnımız əsir olacağıq? Ne vaxta kimi biz nəfsimizden dost olacağıq? Ya bir dəfə də bir nəfsinize karşı düşman olun da. Herkes özü üçün yaşayır kardeş. Herkes bir şey versin. Yani bu cemiyet, millet, herkes özü üçün yaşamağa meyillidir. Kardeş, herkesin özünü düşündüğü bir memlekette ne kişi ne kadın ləyaqətdən danışa bilmez. Fikrimi çatdıra bilirəm kardeşler. Herkesin özünü düşündüğü bir memlekette heç kəs kişilikdən, ləyaqətdən danışmaq hakkı yoktur. Başa düşdünüz? Sen bu günlerim zulme karşı değilsen sen. Zulme karşı olmuyor. Növbəti zulümlərə yol açırsansa, belə kadınları həbs eləyirlər, oğruyurlar. Ne kadar jurnalistləri həbs elib doldururlar içeri. Kardeş, bizim sözümüz idi onlar. Bizim səsimizdir də. Onlar bize iz qoyanlardır da. Ama Bəsti Məmmədova bize iz qoyub. Ki Azərbaycan kişisi, bax ha, mən bir anayam, mənə qarşı bunu eləyirlər. Sabahlar sənin anana da bu. Ay Azərbaycan kişisi, sabahlar sənin arvadına da. Sabah sənin kızına, oğluna da bu. Sabah sənin özünə da bax. Bəsti ananın başına gələn bu hadisə sənə mesaj verir. O mesajdan sen cesaret almırsansa, o mesajdan sonra sen mübarizeye koşulmursansa, elinden geleni eləmirsansa kardeşim, sen yalandan danışma. Millet sevirəm, vətən sevirəm, ne bileyim, ürəyim qurban, böreğim qurban. Bu söz oyunudur bu. Başa düşdün, bu özündən dalga geçmek demektir. Özünü ələ salırsan, məzələnirsən, belə sevgi zad olmur. Sevgi bir məsuliyyətdir. Sevgi bir əmək istəyir. Millətini sevirsənsə bir əmək qoymalısan ortaya. Əziyyət qoymalısan o sevgi uğrunda. Var mı sizdə? Yox. Ne var ki, pülədə yalandan millət sevirəm, vətən nə olsun ki? Ne olsun Ne var ki sizin kimi eləmək? Sakit qal, zülümə qarşı çıxma. Həyatını, canını fəda vermə. Balalarının, özünün, gələcəyinin, qonşunun, qohumunun, dostunun, ümumiyyətcə, gələcək üçün, dövlət işğal olub ya Azərbaycanda. Sən bunun üçün heç bir şeyini fəda vermə. Sonra da orada burada deyək ki, mən millət sevirəm, bayraq sevirəm. Kimə lazımdır qardaş bu saxta sevgi? Kim anladırsınız siz? Ha? Kim anladırsınız? Yığıştırın bu şeyleri. Saxta sevgiye son koyun. Vətənini sevən bir əmək qoyar ortaya. Millətini sevən bir əmək qoyar ortaya. Bir əziyyət qoyar. O sevgiye uygun, o sevgiye lazım olan əmək nədir? Əziyyət nədirsə onu eləyər. Eləmirsiniz siz qardaş. Sözdə olmuşsunuz vətənsever. Yığıştırın da bu saxta sevgini. Mən buna saxta sevgi deyirəm. Sevənin bir əziyyəti olmalıdır. Necə ki, ailəmizi, uşağımızı sevirik, işləyirik, ailə uşağa baxırıq. Sevgidir. Sevirsən ailəni, əziyyət qoyursan ortaya, əmək qoyursan. Vatan millət də onun kimi. Sevirsənsə əməyini qoymalısan. Yoxsa nə var ki, belə bayrağı zadı qucaqla arada belə şəkil çəkdir, ürəyim qurban, nə bilim, nəyim qurban. Bundan olmur bir şey ki. Bundan olmur. Mübarizəyə qoşulmaq lazımdır, mübarizə aparmaq lazımdır, dirəniş göstərmək lazımdır, qətiyyətli olmaq lazımdır. Vətəni, milləti hamımız işğal olmuşuq. Bir ailənin əsarətində qalmışıq biz. Bir ailənin işğalında, anlayırsınız bunu, Azərbaycanın kişiləri. Başa düşürsünüz? Bir ailənin işğalında, kişi işğalda olmaz. Kişi işğalda olmaz. Namuslu kişi işğalda olmaz. Namuslu kişinin hakkına girmezler. Namuslu kişinin yaşadığı vətəndə, el-obada, torpaqlarda ədalət olar, qanun olar, hüquq olar, insan dəyəri, heyvan dəyəri, bitki dəyəri, bu şeyler olur. Namuslu kişi buna deyirlər. Yoxsa sən də sus, mən də susum, hamı öz qarnına əsir olsun, nəfsi ilə dost olsun. Sonra mən kişiyəm, yaxşı oğlanım. Bu nədir belə qardaş? Bu nədir belə? Bu nə cəmiyyəti, nə milləti? Problem burada deyil dostlar. Bu şeylərə düzəliş verməliyik. Düzəliş verməliyik, özümüzü düzəltməliyik. Məndən bu qədər dostlar. Buradan bir daha səslənəm. İlham Əliyev, Vilayət Eyvazov, fahişənin balası oğraşlar. Kamran Əliyev, Əlin Ağayev, cındır paskuda gedələr. Bu qadını oğurlamışsınız. Bunu azad eləyin. Düz deyil, mən deyirəm, eləməyəcəklər də. Əslində özüm də nifrət eləyirəm mən. Özüm də nifrət eləyirəm ki, yəni nə qədər bunlardan istəyəcəyik. Hak verilmir de alınır. Yani ne kadar diye ki verilmir ya hak alınır.
Bayaq dediyim kimi, kişiliyimiz olmalıdır, qeyrətimiz olmalıdır. Mübarizəyə qoşulmalıyıq, təşkilatlanmalıyıq, gücə çevrilməliyik. Gedib biz haqqımızı almalıyıq, özdə belə ulada, mələdə almalıyıq ha. Başını əzə almalıyıq bunlardan haqqımızı. Verilmir. Verilmir. Ona görə də qardaşım, mübarizəyə qoşulmaq lazımdır. Direniş göstermək lazımdır. Əlimizdən gələni eləmək lazımdır. Qətiyyətli olmaq lazımdır. Düzə əyri. Yox, nə bilim, filan kəs yaxşı oğlandı. Yalan danışa bilər, fırılda. Düzdür, bu məsələyə qayıtmıram. Bu ortalıqdakı oyun oynayanlardan bağlı. Bununla bağlı bir canlı yayım açacağım YouTube'da inşallah. Məndən bu qədər dostlar. Sağ olun. Bəsti Məmmədovanı tək qoymayın. Müdafiə eləyin. Sevinç Sadıqova. Digərləri doludur. O qədər aksızlıq var ki, bir də ölü, iki də ölü. Da ad çəkməklə bitməz. Ad çəkməklə bitməz. Haqsızlıq görən insanları müdafiə eləyin. Zülüm görən insanları müdafiə eləyin. Özünüzü müdafiə eləyin. Ailənizi, uşağınızı, gələcəyinizi bu cındır rejimdən müdafiə eləyin. Bir gün, bugün sustuğun zülüm, bəstə ananın başına gələnə susmusan, sabahların növbə sənin anandadır. Atandadır, qardaşındadır. Bunu biləsən. Bu 100%'dir. Bəlalar sıraylandır, parayla deyil. Türklərin gözəl bir atalar misalı var. Bəlalar deyil, sıraylandır, parayla deyil. Başa düşdünüzmü? Sabahlarım sıra sizə gələcək. 100%'dir ha. Siz sustukça sıra sizə gələcək. Bəla tanımır. Milliyyəti, qadını, kişisi, dini, ırqı buna baxmır. Bəla gəlir. Yəni bu düşmənin bəlası. Bir var Allah'tan gəlir, bir də var İlham Əliyevdən. Bu böyük bir biabırçılıqdır. Ona görə də bu bəlaların, bu rəzalətin qarşısında durmaq lazımdır. Mübarizə aparmaq lazımdır. Direniş göstərmək lazımdır. Qardaşlar, dostlar, məndən bu qədər. Sağ olun. Allah amanına qalın.